Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Biz bu məsələyə bir neçə dəfə toxunmuşuq. Təzə alınmış, salondan alınmış nəqliyyat vasitəsinin ilkin qeydiyyatı. Hətta ilkin qeydiyyat mövzusunu avtostop.tv saytından da əldə edə bilərsiniz. Məqalənin adı 45 dəqiqədir. Elə biz 45 dəqiqə ərzində nəqliyyat vasitəsini hansı üsulla qeydiyyata qoymaq olar, ondan danışacağıq. Nəqliyyat vasitəsinin ilkin qeydiyyatı bizim sürücülər üçün bir qaranlıq quyuya bənzəyir. Kim ki qeydiyyata getməyib, ondan bundan eşitdiyi sözlərin əsasında xərcinin çox olacağını düşünür. Kimlərsə ümumiyyətlə Dövlət Yol Polisi İmtahan Qeydiyyat Şöbəsinə getmədən elə salondaca avtomobilə nömrə alır. Təbii ki, artıq pul ödəməklə. Biz avtomobilin ilkin qeydiyyatı zamanı nə qədər xərc çəkəcəyimizi yoxlamaq üçün avtomobili aldıq və getdik Dövlət Yol Polisi İmtahan Qeydiyyat Şöbəsinə. Aldığımız avtomobil Chevrolet Captiva 3000 kub santimetr mühərrik həcminə malikdir. Yeni modeldir. 2013 Performans Centerdən nəqliyyat vasitəsinə aid olan sənədləri, hesab arayış, alqı-satqı müqaviləsi, uçot kartoşkası, yük gömrük bəyannaməsini götürüb yola düzəldik. Avtomobilimizə verilən tranzit nömrə 10 gün ərzində qüvvədədir. Yol hərəkəti haqqında qanunun 27-ci maddəyə əsasən biz aldığımız avtomobili 10 gün ərzində qeydiyyata qoymalıyıq. Dövlət Yol Polisinə gəldikdə nahar vaxtı yenicə bitmişdi və biz saatlarımızı yoxladıq. Düz 14:00 ilk olaraq tunelə yaxınlaşdıq. Nəqliyyat vasitəmizə baxış keçdikdən sonra avtomobil uyğun bir yerdə park etdik. Yaxınlaşdıq 105-ci otağa. Pəncərənin ağzında çoxlu sayda adam var idi və çox maraqlıdır ki, onların heç birində çeki yox idi. Yəni onlar birbaşa elə yerindəcə ödəniş etməyə düşünürdülər. Onların düşüncəsinə maraqla tamaşa edənə qədər növbəmiz çatdı və biz sənədlərimizi təqdim etdik. Bu zaman məlum oldu ki, biz ilk olaraq kassaya gedib ödəniş etməliyik. Yönəldik kassaya. Bizdən başqa orada 3 nəfər adam var idi. Ödənişlərimizi etdik. 10 manat qeydiyyat, 17 manat qeydiyyat şəhadətnaməsi, 22 manat qeydiyyat nişanı, 20 manat texniki baxış xidməti və 40 manat yol vergisi ödəməklə çeklərimizi götürdük. Yenidən 105-ci otağa yaxınlaşıb sənədlərimizi götürüb növbəti otağa keçdik. 106-cı otaqda bizim sənədlərimizi götürüb avtomobili axtarış qeydlərini yoxladılar. Buradan da uğurla keçdik. Əllərində çeki olmayanlar hələ də bu otaqdan o biri otağa, pəncərədən pəncərəyə vurnuxurdular. Daha sonra 107-ci otaqda sənədimizin üzərinə imza atıb tranzit nömrəmizi götürdülər. Nəqliyyat vasitəsinin sahibinin qeydiyyatı üzrə otağa yaxınlaşıb sənədlərimizi təqdim etdik. Burada da vaxtımız çox getmədi. Qeydiyyat nişanının nömrə siyahısına uyğun alacağımızı bildirdik və bizə təxmini yarım saatdan sonra 101-ci otaqdan nömrəmizi götürməyi bildirdilər. Saata baxırıq. 14:20. Vaxtımızın həll olduğunu görüb getdik yaxınlıqdakı çayxanaya. Kiçik bir yer idi. Qeydiyyat üçün gələn bir neçə nəfər özlərinin dırnaq arası hüquqi savadlarını göstərir və kimə nə qədər pul verdiyini deyirdi. Çayımızı içir, bu söhbətləri dinləyir və vaxtımızı gözləyirdik. 14:42-də yaxınlaşdıq 101-ci otağa və bizə yeni qeydiyyat şəhadətnaməsi, qeydiyyat nişanı verdilər. Heç kim də bizdən artıq pul istəmədi. İstəyə də bilməzdi, çünki biz əlimizdə bütün ödənişləri etdiyimiz barədə çek saxlamışdıq. Heç bir dövlət yol polisinin əməkdaşları bizim hardan gəldiyimizi belə bilmirdi. 14:45 biz artıq avtomobilimizə yeni qeydiyyat nişanını vurduq. Qanunda göstərildiyi kimi bu əməliyyat 45 dəqiqə ərzində bitdi. Heç kimə rüşvət belə vermədən. Siz belə bir Arlando, Chevrolet Arlando avtomobilini əldə edə bilərsiniz. Məhz Performans Center'ın showroomlarından. 45 dəqiqə ərzində qeydiyyata qoymaq da mümkündür. Bu 45 dəqiqə ərzində qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsi sizindir. Yəni bunların hamısını dövlət rüsumu ödəməklə əldə etmək olar. Sirrini sizə açdım. Əgər bunu oxumaq və çap etmək istəyirsinizsə avtostop.tv saytında 45 dəqiqə məqaləsini oxuyun, daha sonra çap edin.